Lənkəranda Dikaya diviziyanın və yaxud da vəhşi diviziyanın Tatar alayının tərkibində xidmət edirdi. Belə bir məlumat gəldi ki, o Lənkəranda dünyasını dəyişmişdir. Onun dünyasını dəyişməsi ilə bağlı ayrı-ayrı mənbələrdə müxtəlif versiyalar səsləndirilir. Ən çox qeyd olunan məsələ bundan ibarətdir ki, o özünün zabit yoldaşları ilə birlikdə Rus ruletkası oyununu oynayarkən güllədən açılan atəş nəticəsində, özünün özünə açdığı atəş nəticəsində dünyasını dəyişmişdir. Amma bəzi digər mənbələr bu prosesdə hansısa təxribatın olması məsələsini də istisna etmirlər. Nəticə olaraq həmin alayın 48 nəfər müsəlman zabitlərindən olan heyəti Tağıyevin oğlunun nəşini Bakıya gətirmək üçün Evelina gəmisi ilə Bakıya yola düşdülər. Amma burada məsələni gərginləşdirən başqa bir məsələ bundan ibarət idi ki, alayın zabitlərindən biri olan Əsəd bəy həmin ilin yanvar ayında həbs edilmişdi. Stepan Şamyan bir çox məkirli plan həyata keçirir. O məkirli planın tərkib hissələrindən biri də Evelina gəmisində baş verən hadisələr olur. Bakıya 48 nəfər zabitlə birlikdə Evelina gəmisinin gəlməsi məsələsi kifayət qədər narahatlıqlar doğururdu, xüsusən bolşeviklərdə, daşnaqlarda, SR-lərdə və Bakıya gəldikdən sonra